Salam, indi mən sizə zoğal turşusunu necə hazırladığımı göstərəcəyim. Zoğal turşusu hazırlamaq üçün deməli götürürük zoğal, sarımsaq, cəfəri və duz. Mən əvvəlcədən zoğalın çərdəyini çıxarmışam. Zoğalın çərdəkdən çıxarmaq lazımdır. Yəni hazır çərdəkdən bu şəkildə çıxardırıq. Deməli, zoğalı ayıtladıqdan sonra çərdəkdən çıxartdım. Bu qədər zoğala, yəni göz ayarı bu qədər zoğala 2 diş sarımsaq bəs edir. Sarımsağı da istəsəz sürtgəcdən keçirərsiniz ya da xırda çirtmək olar. Yəni mən bugün çirtirəm sarımsağı, xırda doğrayıram. Yəni zoğalı bu şəkildə hazırlayıb zoğal turşusunu balıqla da yeyə bilərsiniz. İstəsəz ət yeməkləri ilə də yeyirsiniz. Yəni öz zövqünüzə görə nə ilə istəsəz yeyə bilərsiniz. Cəfərini də xırda doğrayırıq. Bu şəkildə doğrayıb üzərinə əlavə edəcəyik. Cəfərimizi də doğradıq. Üzərinə əlavə etdik və qarışdırırıq. Biraz duzlamaq lazımdır. Bu turşunu hazırlamaq üçün deməli nə sirkə, su, heç nə əlavə etmirik. Sadəcə duz əlavə edib, duz da zövqünüzə görə, yəni çox duzlu olmasa yaxşıdır. Duz da əlavə edib qarışdırırıq. Yaxşı qarışdırıb bankaya yığmaq lazımdır. Bankaya yığıb soyuducuda saxlamaq lazımdır. Yəni bu uzun müddətli qalmır. Soyuducuda yəni 3-5 gün saxlayıb yeyirsiniz. Bankamıza da bu şəkildə yığırıq. Yəni çox basa yığırıq. Bankada bir müddət qaldıqdan sonra su verir deyə, ona görə zoğal özü su verəcəkdir. Ona görə biraz boş yığmaq lazımdır. Yəni çox basa yığmayın. Bu şəkildə yığıb ağzını bağlayıb soyuducuda saxlaya bilərsiniz. Sağ olun. Bizi izlədiyinizə görə təşəkkürümüzü bildiririk. Yeni tariflər öyrənmək istəyirsinizsə bizim videolarımıza baxın.